MDB oyunlarında ilk dəfədir yarışıram. Mən bugün 200 metr məsafədə tək nəfərlik kayak növündə ikinci yerə layiq görüldüm və mən ikinci yer tutma görə sevincliyəm. MDB oyunlarına hazırlıq çox gərgin gedirdi. Mən bilirdim ki, rəqiblərim güclü olacaq, dünya çempionu gələnlər olacaq və ona baxmayaraq, bəli, inanırdım ki, medallar sırasına düşə biləcəm. Amma həyəcan var idi startda. Startı çıxandan sonra hiss elədim ki, rəqiblər qabaqdadır, amma ona baxmayaraq buraxmadım. Ondan axıra kimi mübarizə aparmaq istədim və medal əldə etdim o yüzden. Bugün burada MDB oyunlarında Mingəçevir şəhərində bizim bayrağımızı zirvələnmək çox şadım. Yarışlar çox gərgin keçdi. Bizim xoşumuza gəldi. Rəqiblər çox yaxşı idilər. Gələcəkdə daha böyük zirvələrə bayrağımızı qaldıracağıq.